Cənnətdə tək olan Adəm, onun üçün yaradılan ilk qadın və onları cənnətdən çıxaran tək bir səbəb. Peyğəmbərlərin tarixi seriyamızın 3-cü bölümü. İlk yol, həyat yoldaşlığı, ilk qadağa, ilk imtahan. Bismillahirrahmanirrahim. Adəm cənnətdə tək halda idi. O insanlığın atasıdır. O cənnətdə meyvələr arasında, çaylar arasında, ağaclar arasında və nemətlər içində gəzirdi. Bu cənnətdir. Orada nə ac qalarsan, nə susuzluq çəkərsən, nə də hər hansı əzab görərsən. Bu cənnətdir. Adəm aleyhissalam onun içində gəzirdi. Onun nə qədər tək yaşadığını Allah bilir. Günlər, aylar, illər, bunun elmi uca və əzəmətli Allaha məxsusdur. Bir gün Adəm yuxuya getdi. Çünki cənnətdə olsa belə özünü tənha hiss edirdi. Uca və əzəmətli Allah onun üçün bir yoldaş yaratmaq istədi. O yuxuya getmişkən, uca və əzəmətli Allah onun sol qabırğalarından birindən bir qadın yaratdı. Bu qabırğanın yeri bağlandı və Adəm yuxuda idi. Baş verənlərdən xəbərsiz idi. Adəm aleyhissalam oyanıb onu öz yanında gördü. Dedi, sən kimsən? O dedi, mən bir qadınım. Adəm dedi, Allah səni niyə yaratdı? O dedi, sən mənimlə rahatlıq tapasan deyə. Allah. İnsan nə qədər yüksək məqamlara çatsa da, kişi bir qadınla, qadın isə bir kişi ilə rahatlıq tapır. Rəbbimiz də buyurur ki, onların yanında rahatlıq tapasınız. Və o, aranızda sevgi və mərhəmət toxumları əkdi. Sanki Adəm aleyhissalam bir sevinc mənbəyi tapmışdı. Çünki Allah ona yoldaş olmaq və ona huzur vermək üçün başqa bir məxluq yaratmışdı. Mələklər bütün adları bilən Adəmi yoxlamaq istədilər. Havva öz adını bilmirdi. O sadəcə dedi ki, o bir qadındır. Beləcə, mələklər Adəmə gəlib soruşdular. Bu qadının adı nədir? O dərhal cavab verdi, Havva. Allah Adəmə bütün adları öyrətdi. O dedi, Havvadır. Mələklər təəccübləndilər və dedilər, niyə Havva? Niyə məhz bu ad? O dedi, çünki o min hey, yəni diri bir varlıqdan yaradıldı. Allah. Onun biliyi var. Çünki Allah ona öyrətmişdir. Onda mələklərin belə malik olmadığı bilik var. Sonra Adəm aleyhissalam Havva ilə birlikdə həmin cənnətdə yaşadı. Uşaqları və nəsilləri olmadan. Lakin nemətlərdən həzz alaraq. Uca və əzəmətli Allah onlara dedi. وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلَا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا. İstədiyiniz bütün nemətlərdən yeyin. Ağaclarınız, çaylarınız, meyvələriniz və başqa nemətlərə sahibsiniz. Bir şey istisna olmaqla. Cənnətdə hər şey halal idi. Bir şeydən başqa. Ey Rəbbimiz, o nədir? وَلَا تَقْرَبَا هَذِهِ الشَّجَرَةِ. Cəmi bir ağac. Allah bilir, neçə bağlar, ağaclar, meyvələr və nemətlər halal idi. Sadəcə bir ağacdan başqa. وَلَا تَقْرَبَا هَذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ. Təkcə bu deyil. Uca Rəbb onları xəbərdar etdi. O dedi, ey Adəm, ey Havva, daxil olduğunuz cənnəti və neməti görürsünüzmü? Elə bir məxluq olacaq ki, sizi burada tək qoymayacaq. Sənə səcdə etməkdən imtina edən ilk düşməni görürsənmi? O demişdi, mən ondan üstünəm. Siz cənnətdə olarkən o sizə vəsvəsə edəcək. Bu düşmən kimdir? Havvanın bundan xəbəri yox idi. Amma artıq o da bilirdi. قُلْنَا يَا آدَمُ إِنَّ هَذَا عَدُوٌّ لَكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَى. Ey Adəm, cənnətdən çıxsan, əzab və məşəqqət yurduna düşəcəksən. Cənnətdə qalın və iki şeydən çəkinin. Bu ağacdan yeməyin və ona yaxınlaşmayın. Və sizi bu gözəl cənnətdən çıxarmaq üçün əlindən gələn edəcək bu düşməndən çəkinin. Uzun illər Adəm aleyhissalam, anamız Havva ilə cənnətdə yaşadı. Cənnətin nemətlərindən faydalandı. Onlar həmin ağaca heç vaxt yaxınlaşmadılar.
Bir gün gəzərkən ağlamaq səsi eşitdilər və təəccübləndilər. Sanki bu səs bir adama məxsus idi. Ancaq heç kimi görmədilər. Sadəcə ağlamaq səsi var idi. Onlar dedilər, niyə ağlayırsan? O dedi, mən ikiniz üçün ağlayıram. Bizim üçün ağlayırsan, niyə? Biz ki bu qədər nemətlərə sahibik. O dedi, mən sizə görə ağlayıram. Çünki bir gün öləcək və bu nemətdən məhrum qalacaqsınız. Sonra oradan uzaqlaşdı. Adəm və Havva fikrə getdilər. Nə qədər nemət içində olsaq da bir gün öləcək və bu nemətdən ayrılacaq. İnsan təbiəti etibarilə nemət içində sonsuza qədər qalmağı sevir. İblis bir müddət onları tək buraxdı. Sonra isə onlara vəsvəsə vermək üçün geri qayıtdı. Ey Adəm! Adəm və Havvaya vəsvəsə verməyə başladı. هل أدلك على شجرة الخلد هل أدلك على شجرة الخلد وملك لا يبلى Ölməz olmaq istəyirsən, əbədi hakimiyyət arzulayırsan, mələklərin dərəcəsində olub ölümsüz olmaq istəyirsən, dedi istəyirəm, amma necə olacaq bu? İblis dedi o ağac vasitəsilə. Adəm soruşdu, hansı ağac? Allahın sizə qadağan etdiyi ağac. Onun hekayəsini bilirsənmi, ey Adəm? Bu ağacdan yesən, sənə heç nə olmayacaq. Əksinə, sən ölümsüz olacaqsan. Kim bu ağacdan yesə, mələklər kimi olacaq və ölməyəcək. وقال ما نهاكما ربكما عن هذه الشجرة ما نهاكما ربكما عن هذه الشجرة إلا أن تكونا ملكين أو تكونا من الخالدين. Əvvəlcə Adəm ona inanmadı. Amma o, uca Allaha and içdi. Təsəvvür edin, şeytan, o şərli günahkar, and içir. Adəm, heç kəsin Rəbb adına yalan yerə and içəcəyini ağlına gətirmirdi. وَقَاسَمَهُمَا إِنِّي لَكُمَا لَمِنَ النَّاصِحِينَ. O bir müddət onları tək qoyur, sonra geri dönüb yenidən vəsvəsə edirdi. Bunu təkrar edirdi. Əvvəlcə Adəm ona müqavimət göstərir və iblisdən Allaha sığınırdı. O, iblisə qarşı müqavimət göstərdi. Lakin iblis illərlə bu şəkildə davam etdi. Nəhayət bir gün gəldi ki, Havva Adəmə aleyhissalam dedi, bəlkə azacıq tamına baxsaq, bütöv yemərik. Əvvəlcə mən yeyərəm. Əgər mənə bir şey olsa, sən yeməzsən. Əgər heç nə olmazsa, sən də mənimlə birlikdə bu ağacdan dadarsan. فَدَلَّاهُمَا بِغُرُورٍ. Onlar Allahın qadağan etdiyi ağaca doğru gedərkən o, onların önündə gedirdi. Allah cənnətdə onlara iki şey barədə xəbərdar etmişdi. Bu ağac və bu düşmən. Lakin zaman keçdikcə insanlar unudur. Hansı ki bu Adəmin və onun nəslinin təbiətidir. Biz verdiyimiz sözləri unudur və zəifləyirik. İnsanın təbiəti budur. Adəmin bütün övladları səhv edən varlıqlardır. Adəm özü ilə Rəbb arasındakı əhdi unutdu və şeytana uyaraq Havva ilə birlikdə həmin ağaca qədər getdi. Havva azacıq tamına baxdı və ona heç nə olmadı. Sonra Adəm dadına baxdı. Onlar ağacdan dadmamışdan əvvəl Allah onların örtünməsi üçün işığa bənzər bir şey yaratmışdı. Bu səbəbdən Adəm Havvanın, Havva isə Adəmin çılpaqlığını görə bilmirdi. Allah onların bədənlərinə işığa bənzər bir örtü qoymuşdu. Lakin onlar ağacdan dadan kimi Uca Allah bu nuru və bu örtünü onların üzərindən götürdü. Onlar baxdılar və gördülər ki, çılpaqlıqları görünür. Havva qaçmağa başladı. Adəm də cənnətin içində qaçmağa başladı. Onlar çılpaqlıqlarını örtmək üçün ağacın yarpaqlarını qoparmağa başladılar. Bir şəkildə çılpaqlıqlarını gizləməyə çalışırdılar. Uca və əzəmətli Allah onlara səsləndi. Ey Adəm, məndən qaçmağa çalışırsanmı? Ey Adəm, məndən qaçmağa çalışırsanmı? Adəm dedi, xeyr, ey Rəbbim, səndən qaçmıram, amma utanıram. فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِنْ وَرَقِ الْجَنَّةِ وَنَادَاهُمَا رَبُّهُمَا
ألم أنهكما عن تلكما الشجرة وأقل لكما إن الشيطان لكما عدو مبين. Adəm və Havva ağlamağa başlayıb dedilər: Ey Rəbbimiz, biz özümüzə zülm etdik. Əgər bizi bağışlamaz və bizə rəhm etməzsən, biz ziyana uğrayanlardan olarıq. Bu, insanların uca və əzəmətli Rəblərinə etdikləri ilk itaətsizliyi idi. Adəm və Havva oturub ağladılar və uca Allaha tövbə edib bağışlanma dilədilər. Adəm elə düşündü ki, uca Allah onu cəzalandıracaq. Amma Allah onun tövbəsini qəbul etdi. Lakin itaətsizlikdə bir zərər vardır. Bu itaətsizlik hansı zərərə səbəb oldu? Sən bu cənnətdən çıxarılacaqsan, ey Adəm. Allahın sənə bəxş etdiyi və sənə qadağan etdiyi bu ağac barədə xəbərdar etdiyi halda sən ondan yedin. Beləcə Adəm Rəbbinə itaətsizlik etdi və azdı. Sonra Rəbbi onu seçdi, onu bağışladı və ona doğru yolu göstərdi. Tövbəsini qəbul etdi, lakin onu o cənnətdən yer üzünə indirdi. Bu yerə, məxluqların yaşadığı dünyaya. Onlardan əvvəl cinlər vardı və iblis də onlarla birlikdə yerə indirildi. قال اهبطوا بعضكم لبعض عدو ولكم في الأرض مستقر ومتاع إلى حين. Yer üzünə inmiş ilk insan Adəm aleyhisselam. Ən doğrusunu Allah bilir. Belə rəvayət edilir ki, Adəm Hindistanın uzaq bir bölgəsinə, Havva isə Ərəbistan yarımadasına indi və onlar Ərafatda görüşdülər. Sonra onlar birləşib Müzdəlifəyə doğru yollandılar. Məsələ budur ki, Adəm və Havva Məkkədə idilər. İlk yaradılış. Adəmdən əvvəl insan kimi bir yaradılış olduğunu iddia edənlər doğru danışmırlar və dedikləri həqiqəti əks etdirmir. Yer üzünə enən ilk insan Adəm idi. Allahın salamı olsun ona. Və onunla birlikdə həyat yoldaşı Havva da indirildi. Sonra uca və əzəmətli Allah Adəmə buyurdu: Əziyyət, məşəqqət və imtahan yurduna in və mən sənə hidayət göndərəcəyim. قُلْنَا اهْبِطُوا مِنْهَا جَمِيعًا فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّي هُدًى فَمَن تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ. Beləcə Adəm imtahan yurduna indi. Sən fitnə, fəsad və sınaq olmayan bir cənnətdə idin. İndi isə imtahan yurduna indin. Adəm aleyhisselam elə düşündü ki, bir daha cənnətə qayıtmayacaq. Buna görə uzun müddət ağladı. Nəhayət o, uca və əzəmətli Rəbbinə dedi: Ey Rəbbim, sən məni öz əlinlə yaratmadınmı? Uca Allah ona buyurdu: Bəli, ey Adəm. Bəs sən mənə ruh üfürmədinmi? Allah buyurdu: Bəli, ey Adəm. Mən yaradıldığım zaman asqırdım və sən Rəbbin sənə rəhm etsin demədinmi? Allah Azza və Cəllə buyurdu: Bəli, ey Adəm. Adəm dedi: Sənin rəhmətin qəzəbinin önünə keçməyibmi? Allah buyurdu: Bəli, ey Adəm. Adəm dedi: Ey Rəbbim, əgər mən tövbə etsəm, sənə qayıtsam və bağışlanma istəsəm, məni yenidən cənnətə qaytararsanmı? Allah buyurdu: Bəli, ey Adəm. Bəli, ey Adəm. فتلقى آدم من ربه كلمات فتاب عليه إنه هو التواب الرحيم. Görürsənmi ilk insanın heç nə anlamadığını iddia edənləri? Güya o heç nə bilmirdi. Nə paltar tikməyi, nə də həyat yoldaşı ilə davranmaq qaydalarını. Bütün bunlar doğru deyil. Allah Adəmi indirdikdə ona hər şeyi öyrətdi. Yalnız adları yox, sənət və peşələri də. Havvaya ip əyirməyi və toxumağı öyrətdi. Adəmə əkməyi və biçməyi öyrətdi. Bu həyatda ona lazım olan hər şeyi, hətta od yandırmağı belə öyrətdi. Allah yer üzünə dəmir indirdi və bir gün ondan necə faydalanmağı Adəmə öyrətdi. Adəm aleyhisselam Ərafatda oturmuşdu və uca Allah onun belindən bütün nəslini çıxardı. Beləcə Adəmin bütün nəsilləri ortaya çıxdı.
Halbuki həmin vaxta kimi Adəmin nəslindən heç kim yox idi. Hələ doğum hadisəsi baş verməmişdi. Amma Allah Adəmin kürəyindən bütün nəslini çıxardı. Mən də, bəli, sən də. Qiyamət gününə qədər bütün insanlar da onların arasındaydı. Onların ruhları Adəmin qarşısında qarışqa kimi göründü. Adəm onlara baxdı və Allah bu insanlarla danışdı. Onların qəlblərinə fitrətlərini yerləşdirdi. Mən sizin Rəbbiniz deyiləmmi? وَإِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِي آدَمَ مِنْ ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنْفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ Allah hamısına, hətta Firona da, Əbu Cəhlə də, ən böyük kafirlərə də bu sualı verdi. Və Adəmin övladları içindəki ən alçaqlara da. Həmçinin hər birimizə, bütün bəşəriyyətə. أَلَسْتُ بِرَبِّكُمْ قَالُوا بَلَى Hamısı şahidlik etdi. قالوا بلى شهدنا أن تقولوا يوم القيامة إنا كنا عن هذا غافلين. Qiyamət günündə yanıma gəlib biz bilmirdik deməyin. Bu, həmin andan etibarən uca və əzəmətli Allahın Adəmin bütün nəslinə yerləşdirdiyi fitrətdir. Sonra isə yer üzündə həyat başladı.